Görürəm ki, kanalımda bulka resepti axtarırsınız. Sizlər üçün yumuşaq, dadlı, cemli bulka resepti paylaşdım. Qabın içinə 1 stəkan ılıq süd, 1 stəkan ılıq su, 4 yemək qaşığı şəkər, 1 ədəd yumurta, 1 yumurtanın ağın, sarısın üzəri üçün, 1 paçka vanilin, 1 paçka mayanı əlavə edib qarışdırıram. Əridilmiş 100 qram kərə yağı, 1 kilo unu da əlavə edib xəmir yoğururam. Unu az-az əlavə etməniz məsləhətlidir. 1 yemək qaşığı otaq istiliyində olan kərə yağını xəmirin üzərinə çəkib 2 qat mayalanana qədər gözləyirəm. Mayalanan xəmiri dəzgahın üzərinə alıram. Ortadan 2-yə kəsib uzun sop forma verib mandelin böyüklüyündə kündələr hazırlayıram. Kündəni əlimlə yayıb ortasına 2 çay qaşığı alma cemindən qoyuram. Sizdə alma cemi yoxdursa sevdiyiniz hər hansı bir cemindən istifadə edə bilərsiniz. Daha sonra ehmalca büküb yağlı kağız sərdiyim soba listinə düzürəm. Əvvəlcədən ayırdığım 1 ədəd yumurta sarısının üzərinə 1 yemək qaşığı süd əlavə edib kisə ilə bulkaların üzərinə çəkirəm. 180 dərəcədə isidilmiş sobada bulkaların üzəri qızarınca bişirirəm. Məndə bu reseptlə 17 ədəd bulka alındı. Məncə hər kəsin asanlıqla hazırlaya biləcəyi, çox ləzzətli, yumuşaq, cemli, ətirli bulkalar alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videomu izləməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.